Yaxşı, mirror sistemi. Mirror sistemi. Buradan aktiv etdikcə mirror sistemi aktiv olur. Bu mirror sistemi nədir? Burada sizə hal-hazırda real hesabımda olmalıydı, səhv eləmirəmsə. Hə, real hesabımda bax, evro dollarda bax, qiymət buralardan satışlar var. Görürsünüz, satışlar var. Qiymət də geri qayıtmayıbdı ki, algoritma bu satışları qazancına bağlasın. Trend bax, yaşıl EMA-nı mən burada təyin eləmişəm. Yaşıl EMA qiymət üstə çıxdıqdan sonra, algoritma trendin dəyişdiyini fərz eləyir. Bu zaman məsələn buralarda da görürsünüz TDI-lər da falan filan, bunlar da alış istiqamətində əməliyyat siqnalı verir. Satış yönündə mənim əməliyyatlarım olduğu üçün bu mirror sistem buradakı satış satış əməliyyatlarının toplam lotu nə qədərdir? Qoy bir dənə baxaq. 0.6 0.6 elə bir 2 qatından biraz. İndi onu mən müəyyən eləmişəm də. Artıq bir lotuna buradan əlavədən bir dənə əməliyyat və yaxud 2 dənə əməliyyat. Burada məsələn əməliyyatlar var imiş. Sonradan yenə əlavə edibdir. Qiymət buradan bu mirror sistem taqıltıcı var. Bu səviyyəyə gəlib çatan kimi avtomatik algoritma satış əməliyyatlarında, alış əməliyyatlarında bağlayacaq. 37 dollarlıq bir dənə qazancına sıfırlayacaq. Əməliyyatları sıfırlayacaq və satışda qalan əməliyyatlar ki var idi, tərsdə qalan əməliyyatlar. Onları əldən çıxadacaq. Trendin istiqamətində alış yönündə başlayacaq əməliyyatlar açmağa. Deyəlim ki, oldu da qiymət məsələn yalancı manipulyasiya da bu qiymət çıxdı bura. Gedib take profitə çatmadan geri qayıtsa nə olacaq? Geri qayıtsa algoritmanın bir dənə əlavə hesablama sistemi var. Burada göstərməyim, çünki poza bilərəm. Deməli. Bu da neçə qat ki deyirəm, onu buradan müəyyən edirsiniz. Balansın məsələn 180 demişəm ki 1.8 faiz 180 şeydə elə faiz 2 qatına yaxın və yaxud 3 qatına yaxın bir əməliyyatla tərs istiqamətdə əməliyyat açır. Məsələn, deyirəm ki, o tərs istiqamətdə trendin dəyişdiyini bu necə müəyyən eləsin mirror sistem? Bunda baxın, burada EMA-lar var. Mən hansı EMA-nı seçsəm, bu EMA ilə bunun altında məsələn deyərəm ki, bir trend EMA-sı vardı. Bir də burada xilas etmə EMA-sı deyə bir şey var. Burada pəmbə rəngdə olan EMA ki vardı bu. Həmən bu EMA-dır. Hansını seçsəm, mirror sistem o EMA-nı əsas alaraq trendi müəyyən edir. Şimdi bunun bir videoda, 2 videoda mən bunu tam sizə açıqlaya bilmirəm. Çünki çox detay var da. Mən bunu neçə aylara, yəni bu sistemin hamısını hesablayıb, harda nələr lazımdır, onları yazmışam. Bəzi şeylər var ki, mən burada izah eləyəndə yadımdan da çıxır ki, orada məsələn bəzi incə nöqtələr var ki, onu demək yadımdan çıxır. Bəzi videoların içində mən onları sizə izah eləyəcəm. Yaxşı. Bu belə. Mirror sistem aktiv oldu. Bizim qiymətdə buradakı kimi getdi yuxarı. Take profit olmadan geri qayıtdı. Onda nə edəcəkdi? Onu göstərim. Burada birincisi bazar bəzən dur buralarda görüm var. Elə bir. Burada yoxdur. Qızılda heç olmaz. Qızıl ancaq dümdüz gedir. Baxın. Burada. Görürsünüz. Qiymət bir yuxarı çıxır, bir aşağı çıxır. Bir yuxarı çıxır, bir aşağı çıxır. Algoritma yatay trendi müəyyən eləyən bir sistemə də malikdir. Yəni trend saxta dönüşlər eləyibsə və burada bir yatay trendə giribsə, algoritma onu tanıyır. Algoritma onu tanıyır. Burada
Tamam, oranı göstərim mən sizə. Burada görürsünüz, recover minimum orderlər arası məsafə. Birinci algoritmanın tərs istiqamı. Bu buradan qiymət əgər qırsa getsə aşağı, bir yalançı olsa aşağı qırsa, algoritma eyni sistemdə bunun 2 qatında buradan aşağıdan da bir dənə əməliyyat satacaq. Aşağıya doğru satış eləyəcəkdir. Ki bu səfər aşağıya getsə bütün əməliyyatları bağlayacaq. Yəni hara gedir qabağını bloklayır algoritma. Və amma deyəlim ki yatay trendə girdi algoritma burada göstərdiyimiz kimi. Belə bir yatay trendə girdi. Bir aşağı getdi, bir yuxarı getdi. Onda bu hissədə algoritma satış eləmir. Robot burada da satış eləmir. Bunun saxta, məsələn, yatay trendə bir aşağı, bir yuxarı getdiyini bildiyi üçün ta burada başlayıb o tərəfdən bu tərəfdən alışlar eləyib, lotu böyütmür. Gözləyir, səbr eləyir, gözləyir. Deməli. Məsafə, sonra bax, korreksiya kanalı. Budur bax. 300 pipslik korreksiya kanalı. Burada deyirəm ki, bax, hansı emalar yoxlasın. Biz burada bu recover sistemdə mirror sistemi aktivləşdirdiyi bir də recover sistemi ki vardı bura. Bu sistemdə algoritma bu EMA ilə məsələn də ki burada 4 5 və yaxud da ki 3 4 5 bu 3 4 5 salsam bütün EMAlar bu 300 pipslik bu məsafə ki vardı. Burada bir sıxışma ki vardı bu EMAlar. Bunlar bu 300 pipslik sıxışma məsafəsindən çıxmalıdırlar ki algoritma görsün ki təzə trend başlayıbdır. Siz bunlar buradan çıxmayınca manipulyasiya eləyib qiymət bir aşağı bir yuxarı qırmalar etsə normal bu recovery sistemlər ki vardı. O recovery sistemlərdə yatay trendlərdə onları xoşbəxt eləyir. Yəni vurur dağıdır. Amma bizim bu sistemin içində bu yatay trendi tanıyan bir sistem vardı. Ona görə bu burada qoymur algoritma artıq əməliyyatlar açsın. Gözləyir. Trend təsdiqlənib. Baxın. Deyəlim. Bizim burada tutaqdakı satış əməliyyatımız var. Qiymət buradan çıxdı, başladı getməyə. Bu EMAlar arasındakı məsafə ki açılır. 300 pipsdən çıxır. 300 pipsdən çıxandan sonra algoritma deyir ki, aha, yön müəyyən oldu, qiymət ta bu tərəf gedir. Onda alış yönündə əməliyyat açır, buraxır gedir. Eyni şəkildə bizim burada da qiymət buradan əgər gəlib düşsə aşağı, EMAların arası açılsa, onun yəni düşüş təsdiqlənsə, yəni qiymətin bura düşməsi manipulyasiya ilə də ola bilər. Düşüşün təsdiqləndiyini görəndən sonra buradan boyun 2 qatında bir əməliyyat açır. Ola bilsin ki, yaxşı. Bu yenə bir manipulyasiya elədi. İkinciyin buradan götürənmədi. Bu səfər vurdu, üçüncüyə çıxdı. Üçüncüyə çıxanda nə edir? Üçüncüyə çıxanda yenidən bir əməliyyat alış yönündə alır. Alış yönündə alır, gözləyir. Məsələn, deyəlim ki, take profitini atdı bura. Qiymət getdi, buralardan bir düzəliş eləyir. Təzədən gedəndə buradan birini də alır. Onu da boss sistemi eləyir. Boss sistem hansıdır, onu da göstərdim sizə. Baxın, burada bax yeni dəstək orderlər arası məsafə. Burada bir boss sistem var. Bu boss sistem, bu bir sistem kanaldan çıxıb gedəndən sonra lotları az-az artırır. Hədəfə tez çata bilmək üçün. Buradan məsələn bir lotla açıbsa, buradan tutaq da ki 3 lotla açmalıydı. Bu buradan bir sırazı 3 lotla açmır. Bir lotla açır, qiymət biraz getdi yuxarı. Geri çəkildi, buradan bir lotda açır. Qiymət getdi biraz yuxarı, geri çəkildi, buradan bir lotda açır. Burada bütün əməliyyatları bağlayır. Bu həmən odur. Burada biz recover sistemə limit də müəyyən edə bilirik. Məsəl üçün deyəlim ki, algoritma burada bir aşağı elədi, bir yuxarı elədi. Bazarın hər cürə sifəti var da. Bir aşağı elədi, bir yuxarı elədi. 2 dənədən artıq
başladı. Deyəlim bu aradakı emaların korreksiya kanalı ki vardı. O kanalın minimum məsafəsi ki var. O məsafə blokunda keçə bildi buradakı hiyləgərlər. Onda alqoritma davamlı əməliyyat açmasın deyə mən buraya limit müəyyən eləmişim. O limitdən artıq əməliyyat açmır. 2 dənəsini açdı da gözləyir. Sonrakı məsələdə ki, siz gözlə görərsiniz ki, qiymət gedir. Bunu biraz artırarsınız, özü açar. Və yaxud da ki, siz açmasanız belə, siz gözləyirsiniz. Qiymət buradan ən son açılan məsafədən, məsələn bu 2500 məsələn hal-hazırda bu valyuta üçün mən yazmışam. Bu qızılın olmalıdır səhvələrimizə. 2500 pipslik bir məsafəni uzaqlaşdıqdan sonra bu ucu avtomatik başlayır özü lotları artırmağa və yeni əməliyyatlar açır. Bunun da lotları hansı miqdarını açır? Bax, burada 0.3 yazıbdır. 1.3 yazıb. Bu 1.3 ilə 1.3 böyüklükdə artıra trend yönündə əməliyyatlar açır. Bunu da müəyyən eləmək üçün yeni trendin doğrudan da hansı istiqamətdədir daha dəqiq təsdiqini tapmaq üçün alqoritma burada nə edir? Deyir ki, mən deyir hansı ilə hesablayayım? Birinci bax burada yazır xilas etmə metodu və periodu. Həmən budur. Bu sistemi isə trend boss sistemi. Buradakı pəmbərəş EMA ki var. O EMA-nın göstərdiyi trend istiqamətində əməliyyatlar açır və açıq olan orderləri qazandığından bağlamağa çalışır. Burada belə. Sonra və bu trendi hansı EMA-nın kəsişməsi ilə deyir mən yoxluyum. Burada da mən bunu seçmişəm. Bəzi məsələn deyir ki, valyutalarda bunlar dəyişilə bilir də. Yəni o valyutanın xassiyyətinə görə, xarakterinə görə mən onları verirəm. Sonra yaddaş paneli. Bu nədir? Bunu dedim. Buraya 2200 yazdınız. Bu EMA xəttləri ki var. Onu nə qədər artırsaz o şamlar boyunca geriyə doğru uzanacaqdır və onu da çox eləməyinizə ehtiyac yoxdur. Sizə bir yol göstərdi, bəs eləyir. Bu nədir? Bunu siz, bu normalda mən bunu bağlaya da bilərdim, amma bunu simulyasiya eləyəndə bu biraz adama problem yarada bilir. Yaddaş simulyasiyada, məsələn bu, buradan göstərim, strateji tester proqramı işi yoxdur. Siz bunu aktivləşdirdiyinizdə, siz panelə bura, məsələn mən buna stat verirəm, baxın. Bu işləməyə başlasın. Stat verdim, bu işləməyə başladı. Siz bura müdaxilə eləyə bilmirsiniz bunlara. Çünki avtomatik alır buna. Buradakı parametrlər bir dənə bura düşəndə, ekrana, monitora düşəndə algoritma bu ekrandakı parametrləri yadında saxlayır. Siz sonradan buradan impulsdan bu ayarları dəyişsəz belə panel yadında saxlayıb deyəm, bu parametrlər dəyişmir. Ona görə siz burada test edəcəyiniz vaxt bu parametri bağlı saxlayasınız. Yox, canlı bazara alt yüklədiyiniz vaxt isə bu açıq olacaqdır. Bu nədən yanadır? Biz deyəlim bu parametrlərimizi yazdıq, düz. Sən burada məsələn ki buna, məsəl deyirəm, rekonder sistemə, məsələn 5 əməliyyat yazmışsan. Buradan zaman dilimini dəyişdirdiyim vaxt, algoritma avtomatik şeyləmir. Nədir? Bura yazdığın parametrləri yadından çıxartmır. Ki bilir ki sən, çünki siz hər dəfə bu zaman dilimləri arasında, period, time frame'lar arasında keçidlər etdiyi zaman hər bir algoritma özünü yeniləyir. Bu yeniləmədə
Paneldə sizin verdiyiniz parametrlər ki var, onlar yaddan çıxır. Yəni algoritma bu panel yaddaşı onu yaddan çıxardır. Onun buradakı bu parametri mən onun üçün qoymuşam ki, bunu siz time frame'lar, zaman periodları arasında keçid etdiyiniz zaman bura yazdığınız ən son parametr ayarlarını algoritma yadından çıxarmasın, panel yadından çıxarmasın. Bu ondan yanadır. Sonra gəlirəm panelə. Paneldə bunlar nədir? Məsələn, başdan gəlirəm. Burada bizim algoritmamızın adıdır, bir də robotun versiyasıdır. Ki mən bunların 30 90 30 dəfə bir update eləmişəm bunu. Hər dəfə simulyasiyalar eləmişəm, bəzi funksiyalar əlavə eləmişəm, yoxlamışam, testlərini eləmişəm. Belə ta 30 dəfə bir, 90 dəfədə bunu bir testlər eləmişəm. Nəysə. Sonra status bölümü. Hal-hazırda burada açıq olan əməliyyatın statusunu göstərir. Göstərir ki, bir dənə əməliyyat var, görürsünüz. Normal trade yazıb buna. Normal trade yazıb. Burada historiya. Qazandığı, məsələn, gün içində nə qədər pul qazanıbdırsa onu göstərir. Bunu mən Auduse'dən indi atmışam. Ona görə burada heç də göstərmir. Auduse'dən heç nə qazanmayıb bugün. Məsələn, deyələm ki, real hesabda göstərimdə. Real hesabda, məsələn, bugün euro dollarda bazar belə giz-giz hərəkət eləyir, bu açıq əməliyyatları bağlaya bilməyibdir. 4 dollar burada bir qazancı var. Qızılla keçirəm. Qızılda da bugün günortadan sonra bir alış əməliyyatları eləyibdir. Baxın, hal-hazırda burada bu boyda alış əməliyyatı eləyibdir. Bugün tezdəndən axşama kimi alış əməliyyatı eləməyibdir. Burada nə qədər eləyibdir? 487 dollarlıq bir alış əməliyyatı var. Bu terminal saatını göstərir, bu üstə terminal saatı. Bu spread yazılan yer spread aralığını göstərir. Sonra burada da ən son şamın bağlanmasına neçə dəqiqə qalır onu göstərir. Bunun altında isə bu info paneldə burada bay əməliyyatı açıq. Bay əməliyyatı var, neçə lot həcmindədir və nə qədər qazancda və yaxud da zərərdədir onu göstərir. Eyni şəkildə bu da sel əməliyyatını göstərir. Burada isə toplam bunların hər ikisinin açdığı əməliyyatlarının statusunu, yəni qazancdadır bunların əməliyyatları ümumilikdə, yoxsa zərərdədir onu göstərir. Maksimum risk. Bu nəyi göstərir? Bu sizin buradakı göstərim. Haradaydım? Zərər dayandırması parametrləri. Burada baxın 30 var. Bu 30%. Burada göstərir ki, burada edilə biləcək maksimum zərər 30%. Balansın əgər 30%-ni itirsə, avtomatik bütün əməliyyatları dayandıracaq. Bu onu göstərir. Burada avtoticarət sistemidir. Məsələn, siz deyirsiniz ki, burada məsələn, baxırsan, xoşa gəlmir da, burada deyirsən ki, burada məsəl deyirəm, burada bir order blok vardı, qiymət buradan aşağıya doğru düşə bilər, ona görə burada trend yuxarı olsa belə, alış əməliyyatları etmək biraz riskli ola bilər. Məsələn, mənim xoşuma gəlmir, deyəlim ki, deyirsən. Onda sən özün manual olaraq buradan alış əməliyyatlarını dayandırırsan. Avtomatik algoritma özü alış əməliyyatı eləmir. Haçana kimin ki, sən ona icazə verəsən təzədən. Bunu mən aktivləşdirirəm. Eyni şəkildə sel əməliyyatlarını dayandıra bilirsən. Sonra burada bu nədir? Günlük maksimum nə qədər geri çəkilibdir algoritma, onu göstərir. Məsələn, deyəlim ki, bugün bu açdığı əməliyyatların içində hal-hazırda algoritma göstərir ki, 300 dollarlıq, 217 dollarlıq bugün, yəqin ki 300 dollarlıq da dünən ümumilikdə 300 dollarlıq bu bir geri çəkilmə edib. Yəni 300 dollardan artıq geri çəkilməsi olmayıbdır balansın. Onu göstərir.
eyni şəkildə. Bu da balansın neçə faizi olubdur, onu göstərir. Məsələn, mənim balansımın heç bu algoritmə 1% geri çəkilməsini eləməyibdir. Sonra burada isə manual alış-satışlar var. Buradan lot miqdarını yazırsan, alırsan, satırsan. Deyəlim ki, mən bunu 1 yazdım. Aha, enterə basıram. İndi buy versəm, buradan buy əməliyyatı verəcək, sell versəm, sell əməliyyatı verəcək algoritma. Buradan isə hansı valyutadadırsa, qrafikdədirsə, mən deyəlim ki, keçirəm demo hesabda göstərim bunu. Baxın, məsələsini deyəlim ki, mən burada bu close vursam, bu gördünüz, buy əməliyyatının sırası bağladı. Sell close vuranda sell əməliyyatları varsa onları bağlayır. Bu o işə yarayır. Burada mirror sistem ki var və recover sistem ki var. Bunları bağlayıram paneldən. Paneldən bağlayıram ki, mən istəmədiyim vaxt alış-satış etməsin. Bunu buradan bağlaya bilirəm. Sonra burada recover sistemin ara məsafəsini göstərir ki, neçə pipslik, məsəl üçün deyəlim ki, qiymət buradan bir dənə satış, fərz edək bu hissədən bir dənə satış oldu, düzdür? Qiymət bir dənə çıxdı bura, algoritma bu əməliyyatla bu ikisinin arasını ölçür. Məsəl üçün deyək ki, bu 500 pipslik bir məsafəni ötübdüsə, keçibdisə, burada yazdığım məsafəni, avtomatik buradan alış eləməyə icazə verir. Sonra yaxşı. Reset nədir? Reseti də vururuq. Bütün parametrələri əvvəlki vəziyyətinə qaytarır. Bu H1 nədir? H1, deyəlim ki, biz burada algoritmanı, simulyasiya testlərini 1 saatlıq zaman qrafikinə görə etmişik. Biz buradan əgər başqa time frame, baxın, burada görürsünüz, trendi necə göstərir. Məsələn ki, 5 dəqiqəliyə mən keçirəm. Burada 5 dəqiqəlikdə trend yuxarı gedir. Bəlkə 1 saatlıqda trend aşağıyadır elə, amma 5 dəqiqəlikdə trend yuxarıyadır. Onda algoritma bu qrafiki hesablayıb əməliyyat açmasın deyə bura bir dənə time frame qoymuşam. Qrafikdə 1 saatlıq zaman periodunda olmalıdır və buradan da trend zaman periodu. Bu da 1 saatlıqda olmalıdır ki, algoritma əməliyyat açsın. Əgər siz bunu 4 saatlıqda əməliyyat açmaq istəyirsinizsə, 4 saatlıq zaman qrafiki ilə əməliyyatlar açacaqsınızsa, onda buradan bunun üstünə bir dəfə belə vurursunuz. Bu gördüyünüz keçdi 4 saata. Algoritma bundan sonra 4 saatda işləyəcək. Bu 1 saata qrafiki keçirsəz, algoritma işləməyəcəkdir. Bunu bir neçə dəfə belə vurursunuz. Yarım saat, 1 saat. İndi isə həm qrafik, həm də ki, bura zaman time frame 1 saatlıqda olmalıdır. Sonra buradan başlanğıc lotu 0.1, güclü trend lotu 0.2. Bunlar yazırıq. Recover sistemi. Bunu da sizə izah eləmişdim. Flat pips. Flat pips nədir? Həmən o yatay trendlərdəki mən orada göstərdim onu. Məsələn, belə bir yatay trenddə emalar ki, bir-birinin içinə keçir. Orada buna yazırsan ki, 300 pipsdən əgər yaxındırsa bir-birinə, alış və yaxud da satış əməliyyatlarına mirror sistemin icazə vermə. Bu həmən odur.
Sonra buradan TDI'yi aktiv edebilirsen, deaktiv edebilirsen. Sonra trend bar sistemini aktiv edebilirsen, deaktiv edebilirsen. Bunları bayaq izah elədim. Bu nədir? Dinamik qazanc. Dinamik qazancı biz buradan keçən bayaqları buradan hardaydı dinamik qazanc? Bir dəqiqə. O kadar parametre var ki, tam gözü qaralır baxanda. Qazanc parametrləri. Buradan dinamik qazanca biz biri var ki, gəlib buradan impulsdan yazasan bunu. Bir de var ki, buradan bir dənə məsələn 100 yazdın, enter bastın. Ta hesablamanı qazancı ona görə götürür. Bunlar niyə bura yerləşdirmiş, hə? Bazar hərəkət edir. Bəzən görürsən ki, indi bir hazır bizim ayarlarımız vardı. Bir də mən sizə bütün zaman vaxtlarında işləyə biləcək parametrlərin verəcəyəm. O parametrləri siz ana parametr olaraq istifadə edəcəksiniz. Bəzən də sizin özünüz inisiativ alaraq elə bu bazarın vəziyyətinə görə baxasınız. Ya sizə bu bazarda bunu mən biçiklə yaxınlaşdırsam daha qəşəng olar. Məsəl üçün sizə nə edim? Deyəsən ki, burada qiymət məsələsində ki, qadir eməyə dəyir, gedir. Qadir eməyə dəyir, gedir. Burada mənim bir neçə dənə əməliyyat açmağım daha məqsədə uyğun və daha çox qazanc gətirər. Məsələn, cılız hərəkətlər yoxdur da, mən niyə məsələsində deyərəm ki, 5 dollar götürüm çıxım ki, qoy mən 15 dollar götürüm. Çünki bazar o şəraiti yaradır mənə deyirsən. Onda sən bunu buradakı bu 50-ni, 52 var, bunu eləyəsən məsələsində deyərəm ki, 100 və yaxud da 150 etdin. Bu səfər 5 dollar yox, 15 dollar götürüb çıxacaqdı bazardan algoritma. Bu odur. Deyəlim sən burada istəyirsən ki, yox, məsələn, bazar şəraitinə baxırsan, deyirsən burada mən ən yaxşısı, məsəl üçün, şeylə götürməyim. Dinamik qazancıyla götürməyim. Özüm müəyyən hədəflər yazayım, onunla götürüm. Məsələn, deyirsən ki, Martingale sistemi baxırsan, görürsən ki, məsəl üçün, bu aralıqda məsəl üçün. Deyirsən ki, bu burada hərəkət edirsə 5 dollarlıq bir məsafədə və yaxud da 50 dollarlıq bir məsafədə aşağı yuxarı eləyir. 50 dollardan artıq bir qazanc hədəfləmək bu görürsən ki, çox olur da, gedib hədəfi götürə bilmir bazar. Onda sən buradan sırası bunu deaktiv eləyirsən, dinamik qazancı. Məsələn, Martingale yazırsan ki, məsələn 20 dollarlıq bir hədəf yazırsan, görürsən ki, bu 50 dollara gedə bilmir. O zaman algoritma avtomatik buradan 20 dollar qazancaq. Keçən kimin götürür, təzə əməliyyat açır. Keçən kimin götürür, təzə əməliyyat açır. Və belə bu şəkildə işləyir. Bu nədir? Bu da mirror take profitidir. Bu da mirror sistemin ki, baxın burada burada neçə yazıb? Bu mirror target yazıb 37 dollar. Mən buradan 50. Bax elə bunu mən burada göstərməm daha. Bax burada 150 yazıram. Düz. Enter'ə bastım. Baxın 37 dolları bax qaldırdı neçə elədi? 112 dollar elədi. Düzdür? Baxın. Mən görürəm ki, bu deyək ki, uzaq bir məsafədir. Ora qiymət getməyəcək. Misal deyirəm. Görürəm ki, burada bir təpə nöqtəsi var buralarda. Qiymət buralara qədər gəlsə, onu götürməsi daha rahat olur. Onda mən bura məsəl üçün deyirəm ki, 10 deyirəm. Sırası gəlir bura ki, qiymət bunu bura bir daha iğnə atan kimi sırası bütün əməliyyatları götürəcək. Düzdürsə, qazanc az verəcək, amma doğru yerdən götürmüş olacaqdır. Və yaxud da ki, mən məsəl üçün deyirəm ki, bunu dinamik qazancıyla götürmək istəmirəm. Burada görürsünüz. Sırası dinamik qazancı mən bağlayan kimi burada gördünüz 20 dollar yazdı. Məsələn, mən bunu deyirəm ki, 5 dollar götürəcəm. Enter'ə basıram. Baxın, çəkdə aşağı 5 dollar. Və yaxud da ki, deyirəm ki, görürəm ki, bu qiymət ta yuxarılara gedəcək. Bunu deyirəm, məsələn, 300 dollar. Gördünüz, atdı qiymət 300 dollar atdı, take profiti. Belə bu şəkildə.
Sonra bu nədir? Bunu keçdik, bunu dedik. Sonra trend periodu. Bizim bu trendimiz ki var, mavi xət. Məsələn, deyirəm ki, mən burada baxıram. Görürəm ki, tutaq da ki, burada vəziyyət, tamam, burada qəşəngdir. Amma bəzi yerlərdə, məsələn, bunun kimi bir yerdə deyirəm ki, bu çox uzaqdır. Trendin dəyişməsində çox məsafəsi var da. Bunu nə etmək lazımdır? Biraz yaxınlaşdırmaq lazımdır qiymətə. Onda buradan deyirəm, məsələn, 80 eləyirəm, 50. 50 yazdım. Bu normalda buranı yeniləməlidir. Amma bunu yeniləməyəcək. Çünki nəyə görə yeniləmir? Bunu hər dəfə siz dəyişəndə buna reset və yaxud da buradan indikatorları birdən söndürüb yandırmalısınız. İndi görürsünüz, çəkdi yuxarı. Bunu nəyə görə belə eləmişəm? Bu bir səhv deyil. Bunu mən bilərəkdən belə eləmişəm. Mən əgər bu indikatorların hər tikdə, yəni qiymət hər oynadıqda hesablamasını istəsəydim, bu zəif kompüterlərdə kompüterin yorulmasına, istər də güclü kompüterlər olsun, kompüterin yorulmasına, prosesorun daha çox işləməsinə səbəb olacaqdı. Onun üçün mən bunu eləmişəm ki, bu bir səfər yoxlayır, bu xətti cızır bura. Hər dəfə tik yarananda bütün bu xəttlərin hamısını geriyə doğru hesablamır. Bir dəfə hesablayır. Nəyi yenidən hesablayır? Hər dəfə şam açılanda bu yeni uc tərəfdəki var. Buranı bir daha hesablayır. Geri qalanlar zaten daha əvvəl hesablandığı üçün heç bir dəyişikliyə ehtiyac yoxdur. Bir də zaman periodları arasında keçiş etdiyin zaman onu avtomatik hesablayır. Sonra gəlirik. Bu bizim trend periodumuz idi. Bayaq neçə idi yadımdan çıxdı. Ona görə reset edirəm. Əvvəlki vəziyyətinə qayıtdı. Gördüyünüz kimi. Sonra burada bu da trend metodu ki vardı. Burada expansion yazıbdı. Bu bir yazanda bunu göstərir. 2 versəm smosh eləyəcəkdir. Bax belə bu şəkildə trend metodunu buradan rəqəmdən yazmaqdan yanadır. Bu da isə pəmbə rəngdəki bizim trend emamız ki vardı. Bəzi məqsədlər üçün istifadə edirik. Məsələn, boss trendini müəyyən eləməyə, istəsək mirror sistemin trendini müəyyən eləməyə ki bundan elədik. Onun trend periodudur və trend metodudur. Sonra gəlirik bura. Burada bunu əgər biz bağlasaq, algoritm martingale əməliyyatlarına icazə vermir. Sadəcə alış-satışları, bir dənə alış-satış eləyir. O sistem üçündür. Sonra minimum məsafə 120 pipslik minimum məsafə. Bu nədir? Bu bizim 5 dənə əməliyyat ki var. Bu əməliyyatların ara məsafəsini yazmaqdan yanadır. Bu. Buradakı bu qısa bu var 120 bu. Bu 5 dənə əməliyyat ki var. Birinci əməliyyatdan sonra. Bunların ara məsafəsi neçə pips olsun? Ondan yanadır. Məsəl üçün niyə bura yerləşdirmişəm? Məsələn, bəzən görürsən ki, bazar çox cılız hərəkət eləyir. Məsələn, dur mən sənin üçün bir dənə bir yer tapım. Bazar bu qızıl da elə evro. Bura kimi. Siz görürsünüz necə bir yaxın, bir cılız, məsələn 200 pipslik bir məsafələr var. Belə olduqda, məsələn, algoritma burada neçə yazılıb? 120. 2 dənə əməliyyat ancaq aça bilir. Sən də istəyirsən ki, məsələn ki, bu buradan daha çox qazanc götürsün. Bunun sırası bu 120 ilə eləyirsən, məsəl üçün deyirəm 180. Algoritma daha sıx, daha cılız yerlərdə daha qəşəng şey göstərə bilir. Məsələn, burada görürsünüz necə bir şey var. O mirror sistem ki deyirdim, həmən haqq hesabdır bu. Görürsünüz, buradan alışlar olubdu, sonra trend dəyişib satışlara. Qiymət buradan bir qalxıbdı yuxarı, görürsünüz necə gümbüldüyüb yuxarı. Algoritma buradan sırası bir dənə satış əməliyyatını verib. Axırıncını bağlayıb, axırıncı ilə bunu bağlayıb.
Bunu bağlaya bilməyibdir. Buradan ikinci bir əməliyyat açıb ki, bunu bağlasın. Yəni qiymət gəlməyib biraz aşağı ki, bunu bağlaya bilsin. Bax görürsüz necə gedibdir. Belə yuxarı getdiyi müddətdə alqoritma bir tərəfdən alış əməliyyatları eləyibdir, həmin balansı böyüdüb, bir tərəfdən də mirror sistem aktivləşdirib. Bax görsən burada. Qiymət bura gəlib çatanda həm sel əməliyyatların, həm pay əməliyyatlarını bağlayaraq ümumilikdə qazancıyla bazardan çıxıbdır. Bu da bizim panelimizdir. Burada da baxın mirror sistem trend boss sistem aktiv yazır. Hal-hazırda algoritmanın hansı sistemdə işlədiyini elə bir informasiyasını verir. İndi gələcək videolarda mən daha ətraflı bəzi şeyləri izah eləyərəm. Yəni indi bu şəkildə sizə izah elədim və sizə verəcəyim burada təlimat kitabçasında da bunlar zaten var. Oradan da bir dəfə oxuyarsınız. Ola bilsin ki, bəzi şeyləri tam qavraya bilməyəsiniz. Çünki bunu təzə başlayanlar üçün deyirəm. Digər videolara baxdıqca mən yeri gəldikcə bunları izah eləyəcəm sizə.